Benim həftəlik vlogumdursa, siz hər şey görəcəksiniz ki, nə işlər görəcəm. Pasımı taxıram, pasımız hazır. Ay ama. Yox, bura hara da ayırma. Pörtləməyə oxşayırsan. Dolumu yoxşayıram, bu nədir? Bu da bizim. Qaqa, bax. Air var ha, Benda Air suspensiyon. Aha. Fikir ver, fikir ver. Fikir ver. Nə tax o danışırsan? Ha. Görsünüz dostlar, qalxır. İndi bırak. Mən oturum? Hə, mən oturmuram. Hə, yeyəcək mən oturmuram. Börünlə qaçacağam. Ay, nə otur? Börünlə qaçım da. Qaqa yıxılaram be. Remen aftarım takmağa. Ay qaqa su. Gözün ekranda olsun, vaxtı qəşəng çək. Ay qaqa sən yekəsən, bu motosiklet səni götürmür. Ay ana. Ay Allah, buralara da ayılmaz. Dostlar, PUBG-də lootlanmağa gedirik. Hindistan Production. Bura hala da, yəni külək gözümü deyişdi. Salam dostlar. İki dənə yekə kişi minif 20'lik Desna Mercedes yaxşı çataq, təzdən qoşacağım. Burada skvaziyakdır, sağ olun. Motosikletin üstünlüğü budur ki, propkada gözləmirik, görürsünüz. Bu dəqiqədə bilirsiniz ki, şəhər bütün propkadır. Sən kimsən? Bura haradır? Deməli, bütün kodlarımı açıram hamısını. Üz baxımın gəlmişik Pəri xanımın yanına. Pəri xanım da yeyir. Pəri xanım da yemək yeyir. Dörə Pəri altdan xət opu. Pəri doktor. Hə, doktor Pəri. Pəri doktor? Yox, beauty doktor. Oh, beauty doktor. Paltarları hardan alsın? Çox maraqlıdır. Bir aşpazlar, bir doktorlar. Paltarı deyil. Vəbşi geyinirlər, aşpaz geyinir, həkim geyinir, qəssab geyinir, paltar geyinir. Amma fərqi var, mən adım var burada. Nə yazır? Pəri Karim. Baxın, Pəri Əlxanov. bax özümü polirovkaya gətirmişəm. Bəli, sağ olun, sağ olun. Bəli, kişi özünə baxım eləməlidir. Bəli. Neydi? Bu nədir? Bəhməz. Burada nə iş görürük? İndi buxağını əridirik. Deməli qaqalar, əgər sizdə burada buxaqda belə olursa, mən də Qoy göstərim. Hə. Deyir, bax bunda kimi pörtləmə kimi olursunuzsa, səssiz, sədasız, Pəri ilə əlaqə saxsız gəlib özü əridir. Bax, normal, bax, üç budaq sənə. Şey var, panorama şey var, adı nədir? Avangard. Panorama 2008-ləri. Hələ 2008 panorama var, bax 10 kimi eləyirdi, bax. Allah, hay Allah, hay Allah. Vay Allah. Ağrımır ki, ağrımır ki. Keyrizi də vurmamışam, ha. Bax, bəs bu qədər var. Birazdan mən də başımı dəyişdirəcəm, saçım buradan tökülür. Hər yerim ağrı istəmirəm, hər. Pis ağrıyır. Ben seni de sevmedim. Ay Allah, ay Allah. Sağ, təsrafları nədir? Bomba kimi görsən necə yaraşıqlı oluram. Başıma qədər dişlər. Ciddi Pəridir. Olduğunuz Bax, gibi. sizin də saçınız tökülürsə, üzünüzdə problem, buxağınız pisdirsə, bax bunun yanına gəlsiniz, Pəri. Dörə Pəri opu. Söz düzəldir 2 dəqiqə. Sabahınız xeyir. 3-cü gündəyik. Baxın, bir sualım var. Bu maşın belə arxası bir tiş düşsün yoxsa yox? Bir də bunun fikir ver. Burası biraz çöldədir arxası təkərin başı. Sən nə düşünürsən Mamoğlu? Nə deyirsən? Deyirəm bu təkərin başı biraz çöldədir. Maşın təkərin başı plusdadır. Biraz minusa qayıtsın yoxsa yox? Hardan ölçsün ki, bu maşının təkərin başı plusdadır? Bu bizdə el olur. Bu belə baxırsan maşına. Deyir qaqa, baxın maşına. Bir dənə belə baxır. Yox, qaqa, kilik. Vso. Xoşun gəlsə də, gəlməsə də budur da, yəni kilik. Vso. Ha, yox, bomba. Esnet yoxdur. MD qaqa, Need for Speed qaqa. Distəkər qaralsın, Xosro. Həqi? Yaxşı, onda hara gedirik? İtaliyaya. Yox da, bu kodları işlətdik. İtaliya. Aha, Cavid ustamız gətirib. Sarılarımız buradadır. Deyir, salafana deyir ki, özün sökərsən. Amma özü sökdü axırda.
Çox maraqlı. Görsən nərən yanada. Yan. Pasatkaya bax bir dənə. Normalni daxı. Siz uşaqsınız hələ. Cavidin genesisini siz görməmisiniz genesisini. Kəsir, rol, zar. Bir dənə saplar, bir dənə şey var. Ha? Kərdə lazım. Bir dənə. Çantası? Saçqa gətirəmsən işte. Rüstəm, servis saçları da. Aha. Saçqa lazım, sən servis saçları. Kulağın cırmalı. Yok. Ay aman. Servis az. Onu yandır və baxaq ya o nətərdir. Get yandır onu. Bir olmayanda yanmır ha. Niyə yanmır get? Yandır da. Aynıca. Səbir olsun da. Bir də pasanki buyur. Bunu da patladı yanmır ha. Söndür, hadi aşağıdan buyur. Of, oyda. Başqa leveldir ya. Ay aman. Necə gözəldir o. Oy dədə. Bir dənə xahiş edirəm görüntünü korlama gözü tərəfə. Of. Çox gözəldir. Oy dədə. Oyda, uşaqlar indi ikisini yandıracaq baxaq. Ay aman. Bu nə əsəbi oğlandır. Çox gözəldir. Həqiqətən çox gözəldir ya. Qotda bir dənə. Bağlayayım kapotu. Vay. Çox gözəldir. Oldu 10 numara. Gözəldir. Oo, qara ceyranımızı unutmuşsunuz ha? Eybi yox. Qaqa, başa düşmədin. Əl vurma maşına. Ay uşaq, əl vurma maşına. Başa düşmədin. Ay eləmə, elə şey eləmə. Arxa qapını açın görmə ha. Arxa qapı. Oy. Ay sağ ol. Bax belə. Bəli, ay sağ ol. Olmadı ki. Bağlayın qapını. Asta. Qaqa, Hövsan'a gedirsənmi? Getdik qaqa, getdik. Manatdandırmı? Qaqa Qubaya gedirəm, tez elə. Bir nəfərim var, tez elə. Mən Hövsan'a gedirəm qaqa. Qaqa bir nəfərim var, tez elə. Oba. Bir nəfərim var qaqa, gəl. Gəldim. 4-8 ama. Qaqa, burada knopkalar var bax. Qaqa dəymə. Deyəm pasatka da vereyim. Ayda, canı Porsche. Hər şey knopka ilə. Vurursan pasatka verir, brıldayır, edir. Yoxsa bizdə M4-ü qaqa 10 rez bala qaqa bunu verirlər. O kaylo verdi, aynen. Videodadır. Maşını Liza bağırdım. Gaz ver görüm, siftafor yaşıldı da, hə? Qaqa 4-8'di, gaz verməsəm də gedir. Üstə qışqırım mıydı bax? Hə. Hay Allah. Ay ana. Qaqa samolyot şey qaqa bax. Maşın da öyle. Sən niyə göydə oturmuşsan? Bilən var uşaqlar. Siz görün. Rüstəm, sən niyə babam kimi qoysan bu stinkanı? Aba, buna bax stinka var. Su. Versin qaqa, versin. Səsi gözəl da. Gitmir ha maşın, yanından burası Vidi var da, vidi var. Porsche dedi ha qardaş. Porsche. Bodybuildinglə mən. Salam verir izləyicilərə. Oo, salam dostlar. Necəsiz? Nə var, nə yox? Hövsarı Qubaya aparıram 30 manata. Vay, Rəhman son toxunuşlarını elədi M4-də. Ay aman, pasatkalı M4. Bəli. Bir dənə gözəlliyə bax. Biz indi burada M4 eləyirik. Amma burada da bir dənə M4 2025 var. Bu başqa söhbətdir ya uşaqlar. Gözəlliyə bax. Bu maşını isə at gücü dəhşət çoxdur. Nömrəsini göstərməyəcəm sizə. Çox dəli bir şeydir. Gözəllik. Yamar esəcəkdir. Sən Rəhmanın yerində danış. Bax, maşınlara orijinal haşır. Rəhman kimi danış ha. Ya Rəhman kimi danış. Salam brat, necəsən? Yaxşılıq? Yaxşılıq. Demək Purjunları dəyişdik, orijinalni sport purjun qoyduq buna. Haşir. Bez problemdir brat. Nə qədər istəyirsən sür. Hara istəyirsən dön bas. Bas getsin. Bas getsin Bas brat. getsin. Heç nə olan deyil brat. Nəsə olacaq gələcəksən yanıma brat. Vəsə. Yaxşılıq? Yaxşılıq bura. Yaxşılıq brat. Deyirəm yaxşı ki Rəhman var ya, Allah hamd olsun. Həqiqətən. Bəlkə bir not buraxasan bura. Ya kameran gəlib utanırım. Buna bax. Bir dənə sən də bir dənə otur, bir dənə sür, bir dənə baxım da ona. Yo, bərk olmaz. Bax, görürsən? Avtoşluq edəsən. Ay uşaq, gördün? Olmaz. Mən qaşınıram ax. O nədir? Qaşınıram mən. Ay aman. Mən eləyəmirəm. Mən gün çatmır o eləsin.
O niyə maşını elə bir mexanika sürür? Stiker olmuşam. Bu xəbərimiz yox. Elə bir 07 sürür. Oy dada, oy dada. Niyə qaz verirsən maşına? Hələ şu qapalı. Ay, vurarsan mənə indi. Çox gözəldir. Çox gözəldir. Çox gözəl yapar. F30 özünsən hə. M4-də bax. Oy dədə. Gürcüstan iyisi gəlir. Oy aman. İyisi gəlir. Heç nə demirəm. Bunu ver faiqə. Deyə. Heç nə demirəm. Faiq. Hanı faiq? Hə. Faiq. Birbaşa Gürcüstana gələcək. Bunu açarını verəcək sənə. Bir dənə orada siftaforda buraxırsan ha belə. Belə gəlir səni. Bir də faiq təkərin altından girirsən ha, təkərin altından. Bu orada döngə var, abratda qalxırsan yuxarı. Bir dənə oradan belə börüstə get bir dənə. O belə atsan, belə. Faiq. Hə. Heç kimə demə, Rüstəmi də verəcəm sənə 30-dur maşında. Həqiqətən dünyanın ən gözəl arabası BMW-dir. Həftəlik vloqum olduğu üçün demişdim ki, sizə hər şey göstərəcəm və indi də Kup-Kupdayıq. Kup-Kup. Cup-Cupdayıq. Və niyə Cup-Cupdayıq? Çünki birinci gəlirik bura, kafein içirik, yəni kofe içirik, dəmlənmiş kofe içirik, kafeini az olur, məşqin vibe'ını saxlayır və məşqdən sonra da buraxır. Amma ondan sonra əlavə bir dənə də kod işlədirik, stage yazırıq. Bax, deməli, Amino X. Amino X-i... Elə bil bu metanaldır, 98. Bu 95'dir, bu metanaldır. Töksən 101 aktan olur. Spirt. Xamır və yoğururam. Hə. İndi onu nə ilə qarışdıracaqsan sən? Allah. Qapağını xara var, diyan. Sən Allah indi onu nə ilə qarışdıracaqsan? Teknologiya, elm, texnika. Fikir. O kofe üçün idi. Yanında, birini də gördüm, oğruq eləmişəm, saçdım. Da videoda hamı düşdü axı. İndi cüp-cüp deyəcək ki, qaqa, çubuqlarımızı sən götürsən, hə? Çubuğumuzu niyə oğurursan? Hələ dedim, qaqa, kofe ilə su içəcəm, su vermə, su gətirdim. Deməli, kofein suyunu... Baş 200%. Hə, bir də ki, burada belə xurmamız var. Bu xurmanı da məşq qavağı bir dənə lük eləyirik ki, glikoz. Elə bu da viftdir da, töksən, motoru təmizləyir. Hə. Water flushdur. Flushdur. Hə. Düzəldi, qıpqırmızı qızardı. Hə, bu karobka yağıdır. TTS. Ver karobka yığımı için. Zarafatsız gidravlika şeyini oxşuyur. Karobka yağı. Karobka yağı. Hə, o da antifriz içir. Qırmızı antifriz. Ay, sağ ol. Ay aman. Deməli, bu adam gedib kofeləri götürməyə, o üçün kofelərimizi götürməyə. Qayıdıb orada zarafatla qayıdıb ki, mənim kofem niyə yarımsıqdır, bu adam eləyib. Görürəm ki, belə bir şey gəlir, kompliment kimi. Açığı desən, ciddən deyirəm, şoka düşdüm. Çünki Azərbaycanın bu halına rastlaşmamışam. Ciddi deyirəm. Yəni, oradan menecer gəlib, deyir ki, yəni, baş verən məsələ ilə bağlı biz sizə bir şey, adı nədir? Kompliment eləmək istəyirik. Əlim ağzımda qaldı da. Yəni, bir çox yerlərdə düzün Nicat orada zarafat edib. Amma bu ciddi şəkildə baş verib başqa yerlərdə. Bir üstündən keçiblər. Yəni, sistemə baxın, görün, necə gözəl işləyir burada. Mən sevdim həqiqətən. Özü ki, bu Whitestone sırasında bir çoxlu kafeşaplar, kofe yerləri var. Mən ancaq cüb-cübdə otururam. Həqiqətən, dedim bunu da qeyd edeyim, yüksək səviyyədə. Çox bəyəndim, çox ideal idi. Kaş ki, hər yerdə belə olardı. Bir çox yerlərdə kaş ki, belə olardı. Hamı deməyim, kaş ki, olardı, həqiqətən. İndi qalxırıq məşqə. Məşq yerimiz də Black Cup Next-dir. Whitestone Towers'ın birinci mərtəbəsində olur da. Yəni, buxurun yanına qalxırıq yuxarı. İdman zalı da göstərdim, möhtəşəm zaldır. Bugün də biceps, triceps məşqimiz var. Onda da sizə göstərəcəm. İndi biraz da hər şey maşın deyil. Qaqa, qolun qabağı dağılır, bu müasir adamdır. Hə, qolun qabağı, qolun arxası, kürəyin qabağı, sinənin arxası işləyəcək. Elə şey var.
Vəsə, qalxırıq məşqə. Yana bir dənə para qoyalım etəyim. Həmişə deyirik Gürcüstan, Gürcüstan. Dəyə qalmışıq. Səni Gürcüstana getmək istəyirəm. qutar da. Zapravkada kofeni alıb içsən, emlər gəl. Elə də Gürcüstan eləyirsən. M4-ü aparacaq Gürcüstana. Ay, yox, sən də aparacaqlar. Aparacaq. Hanı emdir? State 8 ilə gələcəklər üstümüzə. Sana bax gizlətmək lazım. Bu emir. Onlar benzin tökmür, sprit tökürlər. Yuxudan dururlar. De gedim ki, drift edim, kofemsiz gəldi. Elvinin bagajını görməmişdin. Benzin əvəzi sprit gəzdirirdi. Vay aman, ora girəndə M4'ümüz verəcək. Vay aman. Ara gəlmişik ha. Qalxırıq məşqə. Deməli uşaqlar, zalımıza daxil olduq. Düz yadımdan çıxdı, zalı çəkmədim. Zalımızın girişi belədir. Yəni belə bir girişi var. Option. Gəlsən burada dayanırsan, yəni görməyə göstərdi. Aha, açılır. Belə çıxış edirsən, orada da yəni rahat əyləşə bilərsiniz. Orada əyləşirsiniz, telefonla oynayırsınız, yeməyinizi yeyirsiniz. Düz burada da bar da var. Yəni yeməklərinizi yeyə bilərsiniz. Qoy da göstərim hamısını. Gəlsən bura, hamısı dietik yeməklərdir. Düz indi qurtarıb. Çünki saat 10-da biz gəlmişik. Çox rahatdır. Sonra gəlsən bura, abunəsənsə, çox. Bir dənə burada şəkilini çəkir, qapı açılır. Göstərmir axı şəkilimi. Hə, vəsə, getdin. Gəlsən burada belə cavan qaqaşlarımız var burada, idmançı. Amma Şabanda var Kurnaz tilki bu odur. hə. Niyə haqqına girdin? Все, brат, все. 2 pors götürür. Diyan. Onu buradan düşür. Diyan. Haqqına girdin uşağın. Bu səfər Mən həqiqətən. səndən 2020-də 21-də məşq eləyir də, o biri 28-dəkinə. Hə. Deməli, görürsən, 6-cı gündən qalıb burada seyfdə saxlayıb ki, gələndə verim. Gördün? İndi haqqı nətə halallıq alacaqsan? Eləmə. Hə? Eləmə. Özümü imtahanı hiss elədim. Vəsə, proteinimizi verdik. Proteinimizi zəhmət olmasa hazırlayarsınız. Buradan ora doldurma, bizə Все, brat, bir pors, все. Ummanla doldurmayacaq bizə. Deyən şeyi də soruşum da. Aylıq nə qədərdir? 150 yazmı? 150 manat. Bəs düzdür axı bir dənə kampaniya da görmüşdüm. Bəli, var. 3 ay Biraz bizə məlumat verirsiniz kampaniya barəsində. verərik. Aha. 3 aylıq 360 az. 3 aylıq. 360 az. 6 aylıq 660 az. Aha. BMW sürənlərə bir indirim zad yoxdur. Hə, var. Hə, biz Var. bəli, Faiq müəllimdən zəhmət olmasa xahiş edin. BMW sürənlər üçün biz görə bir indirim ala bilərik sizdən. Amma Mercedes sürənlər də inciməsin. Gəlsinlər. İnşallah zal başqa vibe-dadır ya, konkret. Bir dənə koridora baxın siz. Götürürsən, çıxaq gedək. Burada qalsın, get gələr. Hə, yaxşı. Hə? Nasıl olacak kreatinde? Yo. Sür. Hə. Deməli uşaqlar gedirik. Bəli, pilates zalımız var. Prosto bu qızlar üçün də pilates zalı. Deyən qızlardan heç kim yoxdur. Yox. Var. Hə, pilates işləyirlər. Option pilates zalımız budur. Yəni pilates zalında, yəni burada rahat gəlib məşq edə bilərsiniz. Yox. Hə, deməli burada da xanımlar üçündür ki, təbii olaraq biz girmirik ora. Orada da razivalkasıdır. Biz ora daxil olmuruq. Belə bir koridorumuz var. Gedirik. Nə qədərə gedirik? Çox gözəldir, hə? Getdik. Get, qutarmır da. Maşallah. Burada güzgü var. Vay maşallah. Bu nə yaraşıqdır. Hə, gəlir bura. Özünü ölçmək üçün tərəzi var. Deyəm mən özüm bir dənə ölçüm. Oy aman. Məndən nəzə çıxma. Çıxma. Deyəm də. Vay 212 kilo. 123 kilodur. Vay aman. 3 kilosunu sunkaya çıxıram. Yox, da 10 kilo. Ya 3 kilosunu sunkaya çıxıram. Bir 3 kiloda elə-belə paltar, zar. 5 kilo da yemək yeyirsən, ha? Qaqanın şkafına bax. 88. Mən 126-da. Ona bax, qaqanın şkafına bax. Yox, mən harda gəldi? Atar. Ay sağ ol. İndi inşallah icazə versəz əynimizi dəyişirik. Ya narazılığınız olsa deyərsiniz kommentarda qeyd edirsiniz. Deyənim bir də əynimizi dəyişək. Uşaqlar maalesef baxın görün, krasovkama bir dənə baxın. Allah kahretsin. Bilirsiniz niyə belə oldu? Çünki idman krasovkalarımı gətirməmişəm. İndi məcburan bunlarla məşq edim. Burada kardiyo aparatlarıdır. Kardiyo. Qaçan nə də? Kardiyo aparatları. Bura deyəsən boks zalıdır. Hə, biz gecə gəlmişik deyə. Hə. Burada boksdur.
Yəni burada boks məşqləri eləyə bilərsiniz. Bir iki dənə vur görüm hə. Tez elə. Eləmə. Davay. Bura sok at. Nasıl verirsən? Davay. Getdi. Bura boks salımızdır. Sonra gedirik. Burada yesəliklər var. Hə, oturub velosiped sürürsüz. Qarnının alt hissəsinə çox qəşəngdir. Bu da xizəkdir. Bir dənə xizək get, cəmaət görsün. Bacarmısan bunu? Tez elə day. Qabağa. Xizəyi dala getmirlər. Qabağa. Mən dalğalar sürüyorum. Hə, bu da xizək. Ay sağ ol. Bax görürsüz, burada da var. Sonra burada da velosipedlər və bu da ümumi zalımız. Bütün avadanlıqlar hamısı var və ən çoxdu da biz bura niyə gəlirik bu saatda? Çünki heç kim olmur saat 10-da, 11-in yarısı. Ona görə də biz rahat məşqimizi eləyirik. Və bu gün isə biceps, triceps məşq eləyirik. Ay ana. Birinci hərəkəti nədir? Birinci hərəkəti mənim ürəyim bu gün biceps məşqində bunu istəyir. Bu hissədir ha. Vaxt düz göstərmirəm da. Bəli. Qolu ən çox yeşə göstərən oradır da. Mahnı da o da. Ye. Qaqa. Allah görək. Ona bu belə bağlıdır. Biraz da dala get. Hara gedirsən? Nə bilim, mənə lazım, mən satmadım. Afərin. Deməli, məşqdə mən klassik məşqin tərəfdarıyam. Klassik məşqi nədən ibarətdir? Yəni Arnold klassikdən gəlirik də, belə deyək. Ştang, gantel, yəni bunların çox tərəfdarıyam. Çünki onlar daha əzələni, daha çox naqruska altında saxlayır. Bax, məsələn, eyni hərəkəti eləyəcəyik. Aparatların adlarını bilmirəm, amma Azərbaycan dilini bilmirəm, ya ingilis dilini yaxşı bilmirəm. Belə deyək də, bu idmanın çox vaxt mən İranda eləmişəm, yəni o fars dilində bilirəm bu aparatların adını və hərəkətləri. Amma bilirəm hansı necə işləyir. Amma məsələn, eyni hərəkət. Burada da var. Bax, görürsən, burada da bu aparatla da eləyə bilərsən. Amma burada, yəni naqruska çox azdır, zəifdir, çünki sərbəst deyilsən. Amma burada bunu işləyəndə sənin əzələn daha çox naqruskada qalır. Çünki sən bütün fokuslanmanı əzələnin üstündə verəcəksən ki, bu əyri getməsin, düz getsin, gəlsin. Bu görsən, necə işləyir. Və həmişə də yadınızda saxlayın. Məşq eləyən zaman, yəni ehtiyac yoxdur sən bunu belə işləyəsən. 1, 2, yox. Bax. Ən əsas əzələ ilişən yerdə, işlədiyi yerdə bax budur. Bax. Minusda. Əzələ. Negativdə. Varsa minusda. Düzdür, minusda işləyir. Bax, burana qayıtdın. Qayıdırsan. Və bunu tam açmırsan, çünki əzələ də arta bilər. Bax. Və bunu axıra kimi aparsan. Görürsən, əzələ boşdadır. Hə, boşda Burada saxlamışam. əzələ boşdadır. Amma burada əzələ ilişir. Gəldin. Qayıtdın. Gəldin. Qayıtdın. Yəni bir dənə onu sizə izah eləmək istəyirəm ki, ümumiyyətlə trenajördə, bodybuilding kitabı başqadır, trenajör biraz başqadır. Trenajör elə ki, biraz Özünə qulluq. fiziki gözəlliyin daha çoxdur. Onun özünə məxsus çətinlikləri var. Amma sən bu əzələni daima incitməlisən. Saymaq söhbəti var ha. Boş söhbətlərdir. Sən bu çəkini düzgün qoymadınsa və bu əzələ incimədisə, başa yanmadısa, bu işləməyəcək. Ona görə də sən çəkini düzgün qoysan, hər həftə elədiyin çəkiləri yaddaşda saxlasan, dəftərdə yazsan, gələn həftə, o biri həftə onların hamısını dəyişsən. Və hər həftə zala gələndə birinci biceps hərəkətin bu olubsa, bu həftədə bundan belə başlama. Fikrini izah eləyə bilir, bu əzələ tez adaptasiya olur deyə yaddaşda qalır. Sən onu hər dəfəsində aldatmalısan. Hərəkətlərin yerini dəyişməlisən. Düzdür, bu barədə danışmaq istəmirəm, amma istəsən, bu idmanda da danışılası sözlərim çoxdur. Necə lazımdır ya, yəni efirə çıxaram. Prosta vaxtım ona şərait yaratmır ki, atlet kimi çıxış eləyim. Onu eləyə bilərəm, amma yaxşıdır belə. Özüdür qaqa. Bəli qaqa. Deməli, qaqalar, biceps elədik. Bir də ekonom rejimi at xahiş edirəm. Atıf sport rejimi. Deməli qaqalar, ha, dedik. At da ekonoma. Ya, söz danışıram. Biceps məşqini elədik. Ponion. İndi keçirik triceps məşqinə. Qolun qavağı da alıb bir gündədir. Hə. Ay aman. Murat, onu götürürsən. Hı?
Diqqətim məndədir də. Fikrim səndədir. Gəlirsən. Oturdun mu ayda? Ha. Bunu 8 barmaq peridot verirsən ona, 8 barmaq. Aha. Git deyirsən, ilişməsin. Verdin mi qayda peridotu? Verdim. Əlin duruşunu xahiş edirəm. Qaqa, tiyaqalar var ha, tiyaqalar. Hə. Tiyaqaları üzü çölə yığmırsan. İçəri yığırsan, dirsəyi. Bunun minus razval vermirsən. Alimin yanında. Hə, bax, plus razval. Aha. Plus razvalı verdin. Bax. Gəldin. Dirsək dayandı, tiyaqalar dayanır. Hı. Yaxşı. Bax. Hova. Triceps gördün necə ilişdi? Gördüm. Ay, sağ ol. Bax, belə. Hova. Bu tiyaqanı plus razvalda bu dirsəyi çaq eləmirsən. Aa, gəldin. Tam qaytarmısan da elə. Elədin bunu 10 dənə. Aha. Üzür. Aha. Tiyaqanı gətirirsən bura. Yenə də minus vermirsən ha, plus. Aha. Aa, gəldin. Şah. Bax belə. Bu sinə məşq oldu. Ay. Görmürsən əlin belə bağlıdır. Bağlı olan da triceps işləyir. Bax, gəldin. Ay, sağ ol. Bax. Hə, deməli məşq eləyənlərin arasında Uşaqlar bu yenə sport rejimə keçdi. sport pilosu. Oranın yanında praşka. DSC off-da. Deməli, məşq eləyənlərin arasında yay sezonciklər var. Onlar məsəl üçün iyundan əvvəl nədir? Deyim də sən martdan maya kimi məşq Hə, edirlər. martdan maya qədər məşq edirlər, bax belə. Ayaq da yoxdur ha. O sezonciklərdə ayaq olmur. Yəni burada bir dənə turboçka qoyurlar. Yuxarıda bax belədir. Broiler. Yaxşı? Amma biz isə passiyəni 365 günü 60-ını çıx. Yox, çıxmıram. Haçan görürəm məşqçi qalır. 320 gününü məşqdəyik. Ona görə 40 gün ana. Hə? 40 gün kimdir? O 40 günü bir 10 günü sonra altındadır. Çox danışa bilmirəm. Aha. Kəstələ. Deməli, uşaqlar, məşqdən sonra dərhal 25 qram protein qəbulu mütləqdir. Təbii ki, onun yanında karbohidrat da olmalıdır. İndi karbohidratı özünüz seçərsiniz ki, nə içmək lazımdır. Və belə, həftəlik vloqumuzda istədim ki, idman zalımız və məşqimizi də salın ki, sizi görəsiniz. Marağınızı çəkdi və yaxud istəyirsinizsə ki, məşq barəsində davamlı olsun, çünki yetərincə təcrübəm var bu barədə. Yəni, həftəlik vloqlarımda ən azından bir 200 dəqiqəsini ayırıb sizlər suallarınızı orada cavablandırmağa hazıram. Fikirlərinizi orada qeyd edirsiniz. Gedə görə sabah nə planımız var, nə işlər görəcəyik sabah da çox maraqlıdır. Məşqdən sonra dərhal. Bu da karbohidrat. Bu protein, əsas protein budur. Vay aman, duruşa bax. Sabaha da sürpriz var ha. Sabaha. Salam. Bugün neçənci gündür Xosrov bugün? 4-cü gün. Bir ədəd M4'ümüz var. Yenə bu uşaq yenə M4 çəkir ha uşaqlar. Şey qoyacaqsan, beni Allah koruyor. Sizi de Allah korusun. O M4. Mənim videom daha çox izlənəcək, baxarsan. Bəli, birazdan bike çəkəcəyik uşaqlar, gəlin. Bir yana bu gözəlliyə bax. 20 ildir bu gözəl məni bədbəxt elədi də. Heç bir qızın gözəlliyi, gözünün gözəlliyi məni bədbəxt eləyə bilmədi. Gözlərinin gözəlliyi gözlərindən də gözəldir, gözəlim. Qıtar da. Motosiklet nədir yaxşı? Motosiklet deyirsən, hardasan? İndi bir dənə Benda Napoleon gətiririk. Yaşlı? Bəli, 250 cc-dir. Çox qəşəng, 9000 manat. İndi gedirik onu təqdim edirsiniz. Çəkək gəlin, alın, kef eləyin. Bu niyə adamı əyri göstərir? Əyrisən də, əyri Hə, yox. Uşaqla mən əyri yemin, əyri göstərir. Vay aman. Deyən qoy mən də səni çəkim. Texnologiya var. Də ki buradayıq. Hə. Gəl bir-iki dənə də rakurs eləyək. Maşını Eləyək mi? ora versənə var. Hara? Ora bax.
Onu deyirəm, bura versək belə. Qaç. Ora verim yoxsa bura verim? Palmaların arasına da. Bir sən hara. Baba. Gəl, səbir. Aston Martin'i görürsən? Cəld da. BMW ilə nə tərdirəşir? BMW parda mı? Günəşimiz getdi. Günümüz getdi. Bir də o gəmini lüb verirsən. Əksinə ya, gəmi. O özünün Uşaqlar, bir də F10 almışıq. Allaha and olsun maşının sahibini görməmişik bu saata qədər. Bax, bir dənə aldığımız F10-a bax, maşını biz belə alırıq. Kırılısı salamat, maşının hər yeri salamatdır. Bir dənə kapot dəyişilməlidir, olsun. Maşın bir də buna bax, göstər bunları. Hər şey yerində. Hər yeri yerindədir. Gətir bura. Bax görürsən maşın vərək. Bax görürsən. İndi ehtiyat hissələri də hamısı buradadır. Bunu da göstər. Farasına, buferinə, nə bilim, şivellerinə kimi yerində. Hər şey buradadır. Qardaş, maşını belə alarlar, gətirərlər müştəriyə xoşbəxtlik. Vəssalam. İndi görəm müştərilə danışaq 90% istəyir maşını yığsın. Görə necə yığacaq onu da sizlərə göstərəcəm. Maşını belə alıb gətirirəm. Yoxsa alırlar. Kəpara olunmuş maşınları gətirirlər. Bilmirəm vallah. Ona bax. 1000. Otomotors burada sizin reklamınız ola bilərdi. Reklamdır qaqa, otomotor. Reklam nədir? Mən özümə. Otomotor. M5. Amma karbondur. Qəşəng fotos. Çox qəşəng rəngdə bu. Bəli. Milyoner rəng. Artıq Geely Emgrand deyəcəkdim. Galaxy L6-mıza başlayırıq ki, bəzi əlavə işləri görməyə. Ulduz tavandır, ambiyans işıqlarıdır ki, onlara bu maşını əlavə eləmək istəyirəm. Gəlin maşını göstərim artıq. Deməli bu maşınımızda full PPF eləmişəm. Ən vacib olan şeylərdən biri full PPF-dir ki, eləmişəm. Sonra da tonirovkasıdır ki, onu da eləmişəm. Onu da sizlərə göstərmişəm. Əvvəlki vlogumuzda ayaqaltıları da qoymuşam. Artıq bu maşına ambiyans işıqları qoşmaq istəyirəm salonda və ulduz tavan. Ulduz tavanı da sevirəm, xoşum gəlir və bütün maşınlarımı da yığacağam. İstər M4 olsun, istər C30 olsun, hamısında olacaq. Baxın PPF-imizə. Salonda bax. Bir ədəd Geely. Geely yox. Geely. Neçə ildir? Geely. Sən neçə ildir? Çox qəşəngdir qabağı. Çoxdandır Xosrov Günögün bu sistemdədir. Bəli? Çoxdandır deyirəm Xosrov Günögün bu sistemdədir. Bəli, gəlmişik dostlarımızın yanına. Burada da. Deyəsən o plyonka vuran oradan çıxır. Ona bax. Ay sağ ol. Hər yerdə plyonka vurur. Deməli qardaşım, bu mənim həftəlik vloqumdur. Bu maşın Bu maşın milyonlar insanların qarşısında sənə təhvil oldu. Amma gedək maşınımızın yanına. Amma məsələ budur. Bu maşın plug-in hibriddir və artıq da heç nə demək istəmirəm. Açarı sənə verdi, bu maşını çox istəyirəm. Səbəbini də sənə deyim ki, çünki Geely heç vaxt məni incitməyib, ona görə bu maşını daha çox istəyirəm. Bizə bir dənə güngü göstərə bilərsən ki, haraları ambiyans eləyəcəksən, nə fikirləşmisən? Qapılarda bura fikirləşmişik, tam kölgə effektindən. Aşağıda fikirləşmişik. Yəni bura girmirsən də düzü? Yox. Burada xətt olmayacaq, ancaq gizli olacaq hər şey. Şitdə də eyni qayda, sağda solda gizli, monitorun altı olacaq, barın altı olacaq, ayaqlarımız olacaq. Dörd qapıda da eyni qaydada kölgə effektindən yığılacaq. Bir də axan ulduz tavan olacaq, yığılacaq. Axan ulduz tavan. Neçə dənə? 4 dənə üzü qabağa, lüka tərəf axacaq inşallah. Sağdan soldan ikisi ortadan. Şo, uşaqlar, mən çalışacağam ki, ay uşaq, nə götürdün ha maşını? Deməli, uşaqlar, məsələ nədir? Bu maşını bitiş halını göstərməyəcəm sizə. Maşını verəcək küncə və sökəcək maşını. Sökəndən sonra işin etaplarının hamısını sizə çəkəcəm, göstərəcəm, yəni bura yerləşdirəcəm və ustamızdan da xahiş edirəm ki, məsəl üçün damı başladısa deşməyə, belə deyək də, orada xətt keşindən ölçəcək, eləyəcək, bölüşdürəcək, nə bilim 250 dənə burada, 150 dənə orada. Onlarını eləyəndə hamısını deyəcəm, xahiş edəcəm ki, mənə də zəng eləsin, gəlim oranı da çəkim. Yaxşı, ona görə də bu həftəki vloqumuzu mütləq izləyin. Çalışıram ki, maraqlı olsun. Disklər həqiqətən qanun. Niyə qırırsan qaqa? Yoxluyurdur. Nə olubdu? Aslında burada videolar var, səs.
deməli, disk məsələsində həll eləyəcəm. Bizdə yəni vazgeçmək yoxdur. Nə olsun 508-i biz onu necə lazımdır istədiyimiz diski bunun altına yedizdirəcəyik. Yəni biz oturub baxan deyirik ki, hayda 508 disk yox deyə. Onu da göstərəcəm sizə ki, buna necə istədiyimiz diski yedizdirəcəyik. Bugün çox tez durmuşuq yuxudan və yıxılırıq. Çünki biz onsuz avtomatik gecələr gec gedirik evə. Çünki bütün günü ya servisdə oluruq, ya da ki Amerikan saytlarında maşın axtarırıq müştərilərimiz üçün. Ona görə də biraz gec gedirik evə. Və səhərə tez durmuşuq. Səbəbi deyim sizə nədir? Səbəbi budur. Çünki indi hal-hazırda gedirik gömrük məntəqəsinə və yavaş sür maşını. Kanka BMW bərk gelir. Mən tutuyorum. Of, məşqə geysən? Bir də rulu elə tut, tricepsini işləsin. Oy, Yerləşmirəm, qaqa. Qaqa, sən elə otur ki, nəysə işləsin. Qaqa, mən otursam da, oturmasam da belədir. Yəni. Avtomatik bu tərəfə gələndə bizim ərazidir da, yəni. Ya da heç bilmədiyinə danışır. Hə, obşim. Gedirik Burat. Burat ha. Gedirik dostlar. Hamı yuxuludur, hamı Burat neydi? Rəhman, всё. Ay Məhəmməd, sən də yuxulusan, nə olar o şəxsiyyət vəsiqəsini atdı. 3 dəfə dedim, 3 dəfə pasport atdı. Üzürlü sayın uşaqlar. Şəxsiyyət Azərbaycan Hələ qutar da. Şəxsiyyət vəsiqəsi, xahiş edirəm. Bir dənə Black Edition'imiz var, bir dənə də AMG Line var burada. Bunların hər ikisini gətirmişik, müştərimizə təhvil verəcəyik. Bir dənə maşının ideallığına bir dənə baxın. Deyə bu da Grandiorumuz. Bu alanlar həqiqətən bax. 2023 Qara Edition. Aç bir dənə. Bax, gördün? Şu. En full komplektasiya. Bəli. Full salon. Vaxtında hamıya deyirdim ki, qardaş, gəlin sifarişinizi eləyin. Qutarda bitdi də bunlardan gətirmə olmayacaq. Всё, bu qədər. Növbəti maşınımız da Sarento'da 2023. Ki bunu da təhvil verdik artıq müştərimizə. Bu da maşınımızın vəziyyəti, salonu ideal şəkildə. Bax görürsünüz. Belə. Söndür qardaşım. Uşaqlar, həqiqətən bilmirəm neçənci günün videosudur. Amma videonu çəkirəm sizin üçün. Bir dənə hələ iş tamam olmayıb. Ay Allah, bu nə gözəllikdir. Bu nə gözəllikdir. Çox səviyyədə axı. Özdə ambiyansı görürsüz, gizlidir. Monitorun altına mənə deməmişdi. Özü dedi ki, mən belə istədim olsun. Bir də ki, buna bax, kolonkanın içinə bax, nə qəşəng görsəni. Çox səviyyə oldu, xoşum gəldi. Düzdür, hələ abifkaları zadı söküblər. Yandır işıqları qardaşım. Yandır. Bu da ulduzumuzdur. Ulduzumuzda da işlər davam edir. Baxın uşaqlar, ulduzu çıxardı. Bax, bir dənə qırış verməyib adamın üstünə. Bax, görürsüz? Heç bir dənə qırışı yoxdur. Bax, görürsən, hamısı sizə göstərim. Bunlar hamısı xırda detallardır ya bu söhbətlərdə. İndi ulduzumuz da tamamlansın. Nə qədər işimiz qalır? Hə? Bax, uşaqlara söz vermişəm, amma mən 6-cı gün həftəlik vlog verməliyəm. Olar ki, xahiş edeyim. Amma çox xoşum gəldi. İdeal. İndi də gedirik aeroporta. Əslində gəlmişəm kostyumumu götürüm maşından. Kostyumumu götürüm, gedirəm aeroporta. Orada da bir işim var, onu da çəkib sizə göstərəcəm. Uşaqlar, buradakı 3 dənə televizoru görmüsünüz də üst-üstə. Bunu o vaxtı yadıma gəlmir. 2013 yox 14 idi, yadıma gəlmir. Qardaşımız bura Koreya şirkəti ilə bir yerdə əməkdaşlıq edir və onların hamısını yığdıq üst-üstə. Düzdür, belə bütöv hazırlayıb qoymamışıq üstünə. Amma oradan avtokallarla qardaşımız normal işlər görür. Salam aqa. Hava soyuqdur. Haralsan aqa? Biz burada çəkiliş edirik, soyuqda, boranda, qiyamətda. Qaqa, bunlar nə varlar? Biləğiniz var. Şamımız xeyirli olsun. Aeroportdayıq, saat 22:45-dir. Biz video çəkirik. Baxın,
Dostlar, bu niyə belə yeriyir görəsən? Aha. Texnologiya. Sonra Bəli, deməli nə çəkir? Gələn həftə toy vlogu. Ya düzdür, toy vlogumuz da var. Bəli. Ona bax, gözlərə bax. Oy. Qaqa buranı kəsə. Düyüt qoy, düyüt. Əmi də buradadır. Salam əmi. Getdik. Gedirik M4-ümüzü çəkməyə. Niyə əyri tuturam mən? Əyri göstərim mən. Salam. Ya, bir dənə deyin də, qaçsın yoldaşımıza yaraşır. Silvester Stallone oxşuyursan. Düzmü dedim hə? Düz dedim. Oy aman. Dədə, bir dənə bax, ona da... O niyə oynasılan işlədir? Yəni, bax, Nigarə demişik. Saxla. Şotqan. Ay, aman. Bütün kodları işlə. Vallahi bütün knopkalara bastım maşının içindən. Hər şey işləsin. Rüsnoy bırax da, Rüsnoy bırax. Ha, salam. Onu mən hiss elədim, ha, fikir Mən verdim. heç nə demirəm. Burada bir dənə... Hara getsən? Hey. Dayan. Yox, həyəcanlanma da, yaxşı. Yaxşı, dur. Bir dəqiqə dur. On, sol qabaq elə. Yox. Aç sol. Yox. Yox. Yox, dala gedəsən ha. Sən Allah gəl. Gəlin maşınla vidalaşıram. Get. Bu üç motordan ehtiyatlı ol. Yaxşıdır. Oy aman, rolu düzəlt. İndi skorsub belə çək özünə. Aha, indi bir dənə sağa belə elə. Ayağını tormuzdan buraxma. Aynanı da qaldır. Rüstəm sağ işarə eləyəndə, gəl bax bunu tanıyırsan bu qardaşı. Bax. Ya düşməyəcək falan. Yox, baba, bu qardaşın yanında saxlayarsan. Yaxşı, yanında. Saxlayarsan. Başa düşdün? Bu niyə belə eləyir? Bu ancaq indi bir dənə fokuslanması odur ki, mən qaza haçan verib və tormuzu haçan verəcəm. Qardaşın yanında durmaq zat söhbətləri yoxdur. Mən orada yanacaq. Qaqa ehtiyatlı ol, ha, yola bax. Gürcüstanda salamat qalmışıq bu bir dənə nigar. Yox, aynen olur. Dayıma biraz aksaya verin. Dala get. Uşaqlar buludu. Dala get. Sağ Allah, dala get. Daya. Allah yolu. Deyə at, bax de. Все, əla. Vay aman. Sabahınız xeyirli olsun dostlar. Bugün də gedirəm Xosrovu götürməyə. Deməli, səhər saat 09:22. Oya bir tox vuruyum mən. Gedim götürüm birazdan. Höfsandan nə harada ora? Beynim dondu. Qaqa buranı kəsərsən. Əcəmi, Höfsandan üçün qurğuna səhər saat 08:22-də normalda yol hardasa olacaq 20 dəqiqə, 30 dəqiqə. Olar da bir 30 dəqiqə. İndi mən inanıram ki, bir 2 saat 30 dəqiqə olacaq. Görək də. Oy aman, onun işləri qutarsaydı gedərdi Gürcüstana. Pakonu da, gələcək. Havada da bir dənə külək var. Ay aman, soyuqdur uşaq. Carplay'mi, zivilliyə düşmüşdüm. Carplay'mi də düzəldim, pis yox. Ud. Gəldim, çatdım. Gözləyirəm Xosrovu. Gəlsin, gedək işlərimizi həll eləyək. Bu arada Pəri bax, buradan nəsə çıxır boynoz. Eyb yox bala, sən Xosrova yaxşı qulluq elə, mənə çatanda çık ilə vur göndər. Eyb yox. Yadımdan çıxdı dostlar. Tələsirdim deyə götürəndə demək ki, Xosrovu götürdüm. Olur. İşte qaqa, gedirik pörtləmə yeməyə dostlar. Deməli, bugün gedirik. Vallahi dostlar, bu xarab olub. İndi deyəcəksiniz ki, bu nə qaranlıqdır. 444 qarajdayıq, maşınımız artıq hazırdır. Və bu da Geely'nin stoplarının işığıdır ki, mənim üzümə vurur. Gəlin indi maşının salonu sizə göstərim ki, nə ambiyans yaranıb maşında. Bir dənə buna bax. Bu da qaranlıq. Bir dənə birinci çöldən baxaq. O çöldən görünüşü belədir. Bu da ulduzlu gecələri. Gəlsən bura, birinci bir dənə salonun işıqlarını söndürürük. Bax, bir dənə gözəlliyə. Burada bir dənə xırda detalımız var. Bunu çox əziyyət çəkib ustamız ki, bunu burada belə işıqlı eləsin. İndi gəlin telefonda mən sizə göstərim ki, bu necə işləyəcək. Bax, girir telefonumuza. Bu ambiyansınkidir. Yox, bu ulduzundur. Bax, rənglərimizi dəyişirik. 800 dənə ulduz var burada. Buradan kodunu azaldıb çoxarıla bilirik.
İşte mən belə qoyuram. Sonra isə keçirik burada ambiyanslarımıza. Bir dənə rəng var idi, çox qəşəngdir. Bax, bu rəng. Bax necə gözəl görsənir. Görürsüz? Bax, oradan rəngləri dəyişə bilirsən, hamısını. Bir dənə də ağ var. Ağı da gözəldir. Ağ da gözəldir. Burada rejimləri də düzəldə bilərsiniz. Məsəl üçün, şitdəki rəngi başqa olsun, abifkalarda başqa olsun və yaxud sidenkanın altındakılar başqa olsun. Fərqi yoxdur. Onları burada proqramda düzəldə bilərsiniz. Amma mənim sevdiyim rəng isə budur. Gördüyünüz kimi. Bax, burada bir yüngül. Aha, şu hazırdır. Ən sevdiyim rəng elə budur. Görünüşü də belədir. Deyən görə çöldən çox babat görsənir ha. Bax, görürsünüz. Hə, bir də ambiyansı burada qapıda qoymadıq da. Yəni usta dedi burada qoymayaq. Bu da yeni bir effekt. Burada da var, burada da var. Ən qəşəngi də elə budur. Akuratını görsənir. Hə, plus da ki, bax görürsünüz şitin üstündə. Bunu Primo görsənmir. Kölgə kimidir. Görürsüz? Belə qəşəngdir. Yəni çöldən ətərdir. Aha. Bax. İndi orada siz işığı azaldıb çoxalda bilirsiniz də nə qədər olsun. Bax, görünüşümüz belədir. Deyəm, bunu bir dənə söndürüm. Aha. Görürsüz? Deyəm, görün. Hə, artıq pasatka verəndən sonra ulduzlarımızı qəşəng görsənəcək. Oo. Bu nə gözəldir. Bəli, 444 qarajın əl işidir. Sağ olsun, var olsun və bunu deyə bilərəm ki, ölkəmizdə ilk Geely Galaxy L6-dır ki, elektronikasına müdaxilə olundu və ulduz ambiyansı yığıldı və çox da gözəldir. Səhifəni burada etiketləyirəm, girib baxa bilərsiniz. Bu bir reklam deyil, yəni biləsiniz ki, reklam deyil və ödənişi də olunub, biləsiniz ki, yəni reklam deyil. Sadəcə olaraq bu səfər isə istədim 444 qarajı test və sizlərə də göstərim və əl işlərini də görmüşdüm. Özümdə istədim ki, bir dənə yığdırım. Eybi yoxdur. Bu maşın işlərində testləri özüm hamısını keçirdirəm ki, nə olsa, nə nüans baş versə onları mən sizə göstərə bilim. Razıyam, heç bir problem yoxdur. Əmin olun ki, bir müddətdən sonra da əyərləri hər hansı bir şey olsa yenə də sizlərlə bölüşüb paylaşacağam. Və həftəlik vlogumuz burada bitir və artıq Hüseyndədir video, AZFX-dədir. Montajımızı eləyəcək. Sizin üçün İnşallah 6-cı gün, yəni bugün artıq efirimizdədir və görə bilirsiniz, baxa bilirsiniz. Videonu bəyənmişsinizsə xahiş edirəm, like eləyin, komentari yazın, dostlarınızla bölüşün və çünki siz like eləyəndə mənim üçün motivasiya olur. Yeni proyektlər fikirləşirəm, yeni layihələr var beynimdə. Siz nə qədər like, subscribe eləsəz, o qədər də mənə motivasiya olur. Çox dəli videolar var beynimdə. Bilirsiniz ki, M4 də var artıq və M4 ilə çox maraqlı kontentlər düşünmüşəm. Amma hər şey sizdən asılıdır və istəyirəm ki, dəstək olasınız, like eləyəsiniz və abunə olasınız. Videonu izlədiyiniz üçün hər birinizdən təşəkkür edirəm. Sağ olun, var olun. Rüstəmin toyuna gedirik, Qazağa gedirik. Qazağa da 30 pasatka təkərlə gedəsi deyirəm. Deməli, 19-luq üstəkəri vururam altına. Gecə saat 11-dir. Qaqa, birini mi ver? Arada uşaq maşınına gözləyir. Gedək. Birini mi ver, gedək. Deməli, arabacı ilə ailə qurdumsa, vəziyyət budur. Və bura, deməli, bu üstəkəri vururuq, arabanın altına gidiyoruz. Sanovka edirik üstünə. Bunu da eləyək, deyirik Qazağa. Yəqin ki, toy vlogu. Gələcək. 3-cü vlogu. Gələcək. Sağ ol, Aysta. Mən içmədiyim üçün sizin üçün qəşəng vlog çəkəcəm Qazaqla. Özüm içərəm, qaqa.